D vitamini azlığının erkən ölüm riskini artırdığını bilirdinizmi? Cənubi Avstraliya Universitetində aparılmış araşdırmaya görə bədənində D vitamini azlığı olan insanlarda erkən ölüm riski 30% daha çox olur. Çünki D vitamini az olanda damarlarımız daha tez tutulur, ürək xəstəliklərinin riski artır, sümüklərimiz zəifləyir, immunitetimiz aşağı düşür və bədənimizdə iltihabi proseslər baş verir. Yəni D vitamini bədəni qoruyan əsas açarlardan biridir. Bu vitaminin azlığı ürəyi, beyni, sümükləri, əzələləri və hətta immuniteti belə aşağı salır. Bu da ki, erkən ölüm riskini artırır. Bədəninizdə D vitamini azlığının olub-olmadığını bilmək istəyirsinizsə, ilk növbədə D vitamini analizi verin. Əgər verdiyiniz analizdə nəticə 30 nanoqramdan aşağıdırsa, bu zaman həkim və əczaçıların tövsiyəsi ilə Multizan D3 50.000 vahid tabletlərindən istifadə edə bilərsiniz. Müalicə müddəti 8 həftədir. Həftədə bir dəfə səhər yeməyindən sonra bir tablet qəbul eləməyiniz kifayət edir. Özəlliklə mədə və bağırsağında, öd kisəsində problemi olan şəxslərə bu məhsul daha çox uyğundur. Çünki digər yağlı D vitamini preparatlarından fərqli olaraq bu məhsul daha rahat şəkildə həzm olunur və qoxusu, dadı olmadığı üçün insana narahatlıq hissi vermir. Müalicə kursu bitdikdən sonra isə D vitamini dayandırmayın. Çünki qanınızda D vitamininin səviyyəsi kəskin şəkildə aşağı düşə bilər. Bu zaman isə siz Multizan D3-ün 10.000 vahid olan tabletlərindən istifadə etməyə başlayın. Bu məhsulu da həftədə bir dəfə səhər yeməklərindən sonra qəbul edin. İngiltərə istehsalı olan Multizan D3 tabletlərini həkim və əczaçıların tövsiyəsi ilə bütün apteklərdən əldə edə bilərsiniz.